La yemessuhu illel mutahharun. Qur'ana yalnız və yalnız paçlar toxuna bilər. Təfsir alimlərinin əksəriyyəti deyir ki, Peyğəmbər və Əhl-i Beytdən rəvayət olan hədislərə əsasən bu ayə haqqında demişlər ki, Qur'an-ı Kərimə yalnız paçlar toxuna bilər. Bu o mənadadır ki, yəni dəstəmasız Qur'an-ı Kərimə toxunmaq olmaz. Boynunda qüsul varsa Qur'an-ı Kərimə toxunmaq olmaz. Bəziləri isə bu paç olanlardan məqsəd bunu deyiblər ki, Qurandan xəbərdar mənasındadır. Yəni bura Peyğəmbər aiddir, bura imamlar aiddir, Quranı nazil eləyən mələklər aiddir. Bəziləri də deyiblər ki, bu ayə bu cürlə təfsir olunur. Quranın həqiqətlərini yalnız və yalnız mənalarını, yüksək mənalarını yalnız qəlbi paç olanlar dərk eləyə bilər. Qurana kim toxuna bilər? Paç olan insanlar toxuna bilər. Toxunmaq nə deməkdir? Yəni Qurana kim yaxınlaşa bilər? Quranı kim dərk eləyə bilər? Yalnız qəlbi paç olanlar. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Zəlikəl kitabu la rayba fih hudan lil muttaqin." Bu elə bir kitabdır ki, heç bir şək şübhə yoxdur bu kitabda. Təqvalılara yol göstərən əzəmətli kitabdır. Ona görə insanın paçlığı nə qədər çox olarsa, Qurandan o qədər dərk eləyəcək. Qurandan baxırsan ki, bəzi insanlar Quran oxuyurlar, deyir mən Quran oxudum, indi olmuşam ateist. Demək, sən paç qəlblə oxumamısan. Sən elə Qurandan Bismillah eləyəndə elə niyyətin bu olub ki, görün mən orada nə tapacam, nə çıxardacam ki, belə deyək ki, dindarlara sataşmaq üçün, dindarlara. Baxırsan, biridir, bəlkə də dindarlardan çoxu Quran oxuyur, açırsan, görsən qabağa çıxır ki, Quranda filan şey yoxdur, İslamda filan şey yoxdur, filan yerdə filan şey yoxdur. Quran oxuyur. Niyə bu şeyləri çıxardı? Gördükləri niyə budur? Çünki paç deyil, təmiz deyil. Allah da Quranda buyurur ki, paç olmayanlar ona toxuna bilməz. Yəni, belə də deyə bilərik ki, paç olmayanlar Quran adından bir söz deyə bilməz. Sən nə qədər təmiz olsan, nə qədər qəlbini paçlasan, Qurandan o qədər nəsibin çox olacaq. Lə yəməssuhu illəl mutahharun. Çox maraqlı ayədir. Deyir ki, ona, Qurana, paçlardan başqa isim toxuna bilməz. Bir zahiri paçlıq var, dediyimiz kimi, dəstəmazsız toxuna bilməzsən. Qüslun varsa toxuna. Bu da hədis də var. Hədis də var ki, Qurana dəstəmaz və qüslü olmadan toxunma. Belə bir halda xəttinə, yazısına da əl vurma. Çünki Allah Teala buyurub ki, ona yalnız paçlar toxunar. Əhl-i Sünnə mənbələrində də belə bir hədislər keçir ki, Qurana yalnız paç toxuna bilər. Amma bir də var mənəvi paçlıq. İbn Abbasdan nəql olunur ki, Həzrəti Peyğəmbərimiz dedi ki, ərəbcəsini oxumuram, çox vaxtınızı almayın, bu ehtirama layiq olan Qurandır. Qorunub saxlanılan kitabda Lövh-i Məhfuzda yer alır. Bu ayə nazil olandan sonra Peyğəmbərimiz buyurdu ki, Allahın yanında paç səhifələr vardır ki, yalnız paç olanlar ona toxuna bilər. Və davamında buyurur ki, qalə əl-muqarrabun. Paç olanlar kimlərdir? Allaha yaxın olanlar. Allaha yaxın olanlardır ki, Qurandan söz deyə bilirlər. Ona görə də Quranın həqiqətlərinə daha çox vaqif olmaq üçün, Quran-ı Kərimin dərinliyinə girmək üçün oxumaqdan əlavə əməl eləmək lazımdır. Oxumaqdan əlavə özünü paçlamaq lazımdır. Məşhur Azərbaycanlı alim olub, Əllamə Təbətəbai Təbrizlidir. Eşitmiş haqqında, Quran-ı Kərim haqqında Əl-Mizan təfsirini yazıb. Həmin Əllamə Təbətəbai ağa buyurur ki, təfsirdir, müfəssirdir, alimdir, müctehiddir. O boyda alim deyir ki, mən hər dəfə Qurana baxanda təzə şeylər görürəm. Hər dəfə Quran-ı Kərimə baxanda təzə şeylər görürəm ki, bunu mən görməmişdim. Çünki hər dəfə insan özünü paçlasa, onun həqiqətlərinə daha çox çatar. Ona görə Quran-ı Kərimin möcüzəliyi bundan ibarətdir ki, hər dəfə təzələnir. 1400 ildir, hər dəfə təzələnir, hər dəfə daha da təravətlənir, daha da öz möcüzələrin insanlığa göstərir. Allah Teala bizlərə də bu Quran-ı Kərimdən faydalanmağı, Quran-ı Kərimə
toxuna biləcəyi o paklardan olmağı hər birimizə nəsib eləsin. Amin, amin, amin ya Rabbal aləmin.